Video bu günlərim deməli 3 stakan adlı bir şirniyyat bişirəcəm və mənə lazım olan ingredientlər deməli alma da artıq soyub qoymuşam, 100 qram kərə yağıdır, darçındır, vanildir, qabartma tozudur. Ondan sonra limon lazım olacaqdır və 1 stakan şəkər tozu, 1 stakan un, bir də 1 stakan manna lazımdır. Şəkər tozunu tökürəm, mannanı tökürəm və onu da bura əlavə eləyirəm. Ondan sonra qabartma tozunu mən az istifadə edirəm. Vanili də buraya əlavə edirəm. Bunu qəşəng qarışdırırıq. Gördüyünüz kimi bunu hazır etdi. İndi qoyuram bunu qırağa, keçid alıram almanı çörpədən keçirməyə. İndi isə darçın əlavə edirəm. 1 çay qaşığı bəsdir. Mən ümumiyyətlə çox sevirəm darçınla almanın qarışımını. Və mənə lazım olacaqdır limon. Deməli, limonu sıxırıq. Qəşəng iyi var amma. İndi bunu qəşəng qarışdırıram. Çox gözəl qoxusu gəldi. Darçınla limon da iyi qarışdı bir-birinə. Ləzzət. Deməli, bizə lazım olacaqdır bax belə bir qab. Deməli, ilk əvvəl kərə yağını xırda-xırda doğrayıb dökürəm. Siz istəsəz çörpə ilə də keçirdə bilərsiniz. Sadəcə olaraq çörpəyə yapışır deyə yağ mən doğrayıram. İndi isə 1 yemək qaşığı yağ. Və sonuncu artıq sloyumuzu tökürəm. Bunu artıq tufaya qoyacağım. Hardasa 30-35 dəqiqə 180 dərəcədə bişməlidir. Çox asan reseptdir, həm dadlıdır, qoxusu da süperdir. Pişirin, dadına baxın, bəyənsəz əgər mütləq.